İqtisadiyyat xəbərləri studiyada mənəm Sədaqət Süleyman. Azərbaycanın strateji valyuta ehtiyatları 85,8 milyard dollara çatıb. Bu barədə Mərkəzi Bankın sədrinin birinci müavini Əliyar Məmmədiyarov məlumat verib. Bildirib ki, qlobal iqtisadiyyat, geosiyasi gərginlik, təchizat zəncirindəki pozuntular və iqlim riskləri ilə üzləşsə də Azərbaycanın xarici mövqeyi əlverişli olaraq qalır. Kapital adekvatlığı əmsalı 17, likvidliyin ötürülməsi əmsalı 155, problemli kreditlərin xüsusi çəksi isə 2,9% təşkil edir. Kreditlər üzrə dollarlaşma 13,7%, rezident depozitləri üzrə isə 27,27%-ə qədər azalıb. Azərbaycanın davamlı iqtisadi artımı qeyri-neft sektorundan asılı olacaq. Bu fikirləri Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktoru Roland Price Bakıda keçirilən Azərbaycan üzrə ölkə iqtisadi icmalı yaz 2026 hesabatının təqdimat mərasimində səsləndirib. Deyib ki, geosiyasi gərginlik, təchizat zəncirindəki pozuntular və iqlim risklərinə baxmayaraq Azərbaycanın xarici mövqeyi əlverişli olaraq qalır. Azərbaycan son 10 illikdə güclü makroiqtisadi idarəetmə, möhkəm fiskal imkanlar və səmərəli dövlət siyasəti sayəsində çoxsaylı xarici şoklara baxmayaraq iqtisadi sabitliyini qoruyub və yüksək dayanıqlılıq nümayiş etdirib. Bunu Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktoru Rolanda Price deyib. Azərbaycan iqtisadiyyatı hazırda yeni mərhələyə qədəm qoyur. Hesab edirik ki, karbohidrogen hasilatının tədricən azalması şəraitində davamlı iqtisadi artımın və keyfiyyətli iş yerlərinin yaradılmasının əsas mənbəyi qeyri-neft sektorunun inkişafı olacaq. Dünya Bankının qiymətləndirməsinə görə 2026-cı ildə iqtisadi artımın 2%-ə çatacağı gözlənilir. 2026-cı ildə iqtisadi artım neft sektorunda sabitləşmə və qeyri-neft istehlakının tədricən bərpası hesabına sürətlənəcək. Bu ilin sonuna Azərbaycanda iqtisadi artımın 2%-ə çatacağı gözlənilir. 2027 və 2028-ci illərdə iqtisadi artımın orta hesabla 1,8% olacağı proqnozlaşdırılır. İlin birinci rübündə cari əməliyyatlar balansının profitinin 1,7 milyard dollar və ya ümumdaxili məhsulun 9,5%-ni təşkil etdiyini deyən Mərkəzi Bank sədrinin birinci müavini Əliyar Məmmədyarovun sözlərinə görə, ilin sonunadək bu göstərici ümumdaxili məhsulun 5,5% səviyyəsinə çata bilər. May ayında ölkədə illik inflyasiya 5,6% təşkil edib və bu göstərici Mərkəzi Bankın hədəf diapazonuna uyğundur. İnflyasiya əsasən xarici təklif amillərinin təsiri ilə formalaşır. Mərkəzi Bankın proqnozuna əsasən inflyasiya 2026-cı ilin sonunda 5,9%, 2027-ci ilin sonunda isə 4,5% olacaq. Hazırda bank sektorunda kapital adekvatlığı əmsalı 17%, likvidliyin ötürülməsi əmsalı 155%, problemli kreditlərin xüsusi çəkisi isə 2,9% təşkil edir ki, bu da maliyyə sektorunun dayanıqlığını göstərir. Bildirilib ki, ölkə iqtisadiyyatında hazırda 3 mühüm struktur dəyişiklik müşahidə olunur. Bunlar qeyri-neft sektorunun iqtisadi artımda rolunun artması, eləcə də iqtisadi artımın dövlət xərclərindən asılılığının tədricən azalmasıdır. Əli Rızayev, Mirəziz Mirəlioğlu, Könül Məmmədova, ASTV İqtisadiyyat. İyun ayında yaşa görə aylıq sosial müavinət alanların sayı 176.399 nəfər olub. Bu barədə Dövlət Sosial Müdafiə Fondundan məlumat verilib. Bildirilib ki, onların 38,9%-ni kişilər, 61,1%-ni isə qadınlar təşkil edib. Dünya bazarlarında Azərbaycan nefti 8%-dən çox bahalaşıb. Azərlightın bir barelinin qiyməti $6.41 artaraq 82.07 bərabər olub. Azərbaycan neftinin əvvəlki qiyməti $75.66 təşkil edib. Digər neft markalarının qiymətlərində də artım var, qızıl və gümüş də bahalaşıb. Əmtəə bazarlarındakı qiymətlərlə davam edək, diqqət monitora. Brent markalı neft 0,17%, WTI markalı neft isə 0,4% dəyər artırıb. Azərlightda bahalaşma 8,47%-dir. Təbii qazın göstəricisi isə bir qədər ucuzlaşma mövqeyindədir, 0,22%. Qızıl və gümüş də dəyər artırıb 0,85% və 1,72%.
2027-ci il yanvarın 1-dən etibarən Çində hibrid modellərə və hidrogenlə işləyən avtomobillərə vergi güzəştləri ləğv ediləcək. Çin hökuməti bu qərarı öz məqsədlərinə çatması ilə əlaqələndirir. 2012-ci ildən tətbiq edilən vergi güzəştlərinin nəticəsində elektromobil hibrid və hidrogen modellərinə maraq artıb. İyunda Çində satılan təzə avtomobillərin 62%-dən çoxu sözü gedən kateqoriyalardan olub. Yerli bazarda olduğundan istehsalçılar xaricə yönəlirlər. Elektromobillərə isə vergi tətbiq olunmur. Çin qanunvericiliyinə görə vergi mühərrikin həcminə görə hesablanır. Elektromobildə isə yanacaqla işləyən mühərrik olmadığı üçün məntiqi olaraq vergi tutma obyekti də mövcud deyil. Yeni vergilər daxili bazarda satışların müəyyən qədər azalması ilə nəticələnəcək və istehsalçılar xarici müştəri axtarmağa məcbur olacaq. İndi isə günün valyuta məzənələrinə diqqət yetirək. Amerika Birləşmiş Ştatları dolları aparıcı valyutalar qarşısında qarışıq dinamika nümayiş etdirib. Dollar, avro və lirə qarşısında möhkəmlənsə də rubl və yuan qarşısında zəifləyib. Azərbaycanda isə dolların rəsmi məzənnəsi 1 manat 70 qəpik səviyyəsində sabit qalmaqda davam edir. İndi isə monitora diqqət yetirək. Avro-dollar qarşısında 0,11% ucuzlaşıb. Funt sterling isə dollar qarşısında 0,13% dəyər artırıb. Dollar Türk lirəsinə qarşı möhkəmlənsə də Rus rubluna və Çin yuanına qarşı ucuzlaşıb. 0,89 və 0,12%. Manatın məzənnəsinə keçid alaq. Hazırda 1 dollar 1 manat 70 qəpik səviyyəsində ticarət olunur. 1 avro 1 manat 94 qəpikdir. 100 Rus rublu 2 manat 21 qəpik səviyyəsində ticarət olunur. 1 Türk lirəsi isə təxminən 4 qəpikdir. Çin yuanının məzənnəsi isə 25 qəpik səviyyəsində ticarət olunur. Kriptovalyuta bazarında isə ümumi əhval-ruhiyyə müsbətdir. Əsas rəqəmsal pul vahidlərindən ikisi dünəndən fərqli olaraq bugün dəyər artırıb. Monitora diqqət yetirək. Bitcoin 0,97% dəyər artırıb. Binance Coin-də bu artım 1,23%-dir. Ethereum isə digər kriptovalyutaların əksinə olaraq ucuzlaşıb 0,39%. Bugün qlobal fond bazarlarında qarışıq mənzərə müşahidə olunur. Amerika Birləşmiş Ştatları və Asiya bazarlarında fərqli dinamika var. Avropa indeksləri satış təzyiqi ilə üzləşib. Ətraflı monitora diqqət yetirək. S&P 0,28%, Dow Jones 1,9% ucuzlaşıb. Nasdaq 100-də bahalaşma var 0,20%. DAX-da isə daha əhəmiyyətli ucuzlaşmanı müşahidə edirik 2,23%. FTSE 100 0,81% dəyər itirib. Nikkei 225-də bahalaşma var 1,55%. Səhim bazarlarındakı göstəricilərə diqqət yetirək. Böyük texnologiya şirkətlərinin əksəriyyəti dəyər itirib, yalnız Nvidia bazarda güclü yüksəlişi ilə seçilir. Ətraflı monitora diqqət yetirək. Apple-ın səhimləri 0,96%, Tesla-nın səhimləri 2,19%, Amazon-un səhimləri 0,96%, Microsoft-un səhimləri isə 1,41% ucuzlaşıb. Bazarın yeganə güclü həlqəsi isə Nvidia-dir. Artım var 3,65%. Yaxın Şərqdə münaqişənin yenidən alovlanması qlobal iqtisadiyyatı inflyasiya təhlükəsi ilə üz-üzə qoyub. Belə bir xəbərdarlıq Beynəlxalq Valyuta Fondundan səslənib. Hətta fondun analitikləri qlobal inflyasiya proqnozlarını yüksəldərək iqtisadi artım proqnozlarını aşağı salıblar. Fond 2026-cı il üzrə qlobal inflyasiya proqnozunu 4,7%-ə yüksəldib. İqtisadi artımla bağlı proqnozunu isə 3%-ə indirib. Analitiklərin fikrincə, Yaxın Şərqdə münaqişənin yenidən alovlanması qlobal inflyasiyanı artıra və təchizat zəncirlərini poza bilər. Bu da öz növbəsində iqtisadi artımın geriləməsinə gətirib çıxara bilər. Səbəb siyasi gərginliklər və müharibələr və onların yenidən baş vermə riskləridir və bunun nəticəsində bu daşıma, logistika kanalları pozulur ilk növbədə və bu gətirib istehsalın, xidmətlərin və məhsulun, deyək ki, xammalın, idxalın, ixracın bunların hamısı maliyyə dəyərinin artdığına görə
inflyasiya gətirir. İkincisi, ölkələr, yəni bu cür iqtisadiyyatların kiçilməsi qorxusundan genişlənmə monetar siyasətdən və fiskal siyasətdən gedir, pul kütləsi artır, tələb artır və nəticədə bu da əlavə bir inflyasiya yaradır. Hesabatda qeyd olunur ki, inflyasiyanın azalması tendensiyası dayandığından mərkəzi banklar faiz dərəcələrini yenidən artırmaq məcburiyyətində qala bilərlər. Qlobal inflyasiyanın artdığı dövrdə ölkələr nə edə bilər? İlk növbədə bu da inflyasiya ilə ölkənin iqtisadi böyüməsi arasında bir kompromis var. Onlar faiz dərəcələrini qaldırıb böyümənin qarşısını alıb, biraz amma qiymətləri stabil saxlamağa çalışa bilərlər. Eyni zamanda bunu bir fürsət kimi görüb daha çox yaşıl investisiya edə bilərlər. Çünki enerji qiymətlərinin artması nəticəsində yaşıl enerjiyə artıq investisiya daha səmərəli, daha iqtisadi baxımdan gəlirli olmağa başlayır. Və bir də çalışıb ixrac kanallarını, logistika daşımaları şaxiləndirə bilərlər. Analitiklər hesab edirlər ki, ölkələr milli iqtisadi siyasətlərini və iqtisadi əməkdaşlıqları düzgün idarə etməklə qlobal inflyasiyanın təsirlərini minimuma endirməyə nail ola bilərlər. Elnura Hüseynli, Könül Məmmədova, ASTV İqtisadiyyat.